Numerologiyanın gündəlik həyatda istifadəsi genişdir və doğru tətbiq edildikdə insanın həyat keyfiyyətini artırmaq, uyğun seçimlər etmək və daxili balans yaratmaq mümkündür. Hər ev nömrəsinin bir frekansı var və bu həmin evin enerjisini təyin edir. Hesablama qaydasını videonun açıqlama qismində qeyd edəcəyəm. Əgər ev nömrən 3 alındısa, numerologiyada yaradıcılıq, ünsiyyət və sosial əlaqələrin simvoludur. Bu rəqəmə sahib evlər sakinlərinə enerjili və açıq fikirli bir mühit bəxş edir. Əgər sən sənət, yazı, musiqi və ya hər hansı bir kreativ sahə ilə məşğulsansa, 3 sayılı ev yaradıcılığını inkişaf etdirmək üçün ideal bir yer təmin edir. Bu evdə ünsiyyət asanlaşır, dostluq və ailə münasibətləri dərinləşir. Sakinlər öz fikirlərini açıq şəkildə ifadə edə bilir, qarşılıqlı anlaşma və səmimiyyət yüksəlir. Ev enerjisi xoşbəxtlik, gülərüzlük və optimizm gətirir. Yaradıcılıq fəaliyyətləri üçün ideal şərait yaranır. İnsan öz potensialını reallaşdırmaqda rahat olur. Bəzən 3 nömrəli evlərdə sakinlər çox sözlü və dağınıq ola bilirlər. Diqqət dağılması, plansızlıq və səthi yanaşmalar ortaya çıxa bilər. Sosial aktivlik və ünsiyyət artdığından gizli problemləri və stresi də gizləmək asanlaşır. Evdə balanssızlıq yaranarsa, narahatlıq və əsəbilik hissi güclənə bilər. Vastu Shastraya görə 3 nömrəli ev həyatın dövrlərini və sosial qarşılıqlı əlaqəni simvollaşdırır. Bu evdə ünsiyyət və sosial fəaliyyət artır. Feng Shui baxımından isə ev xoşbəxtlik, şans və müsbət enerji gətirir. Amma mənfi enerji toplanarsa, ünsiyyət problemləri və ailə daxili gərginlik də artacaq. Vastu Shastra Hindistanda yaranmış qədim bina və ev dizaynı elmidir. Evdə enerjini düzgün yönləndirmək, xoşbəxtlik, sağlamlıq və bolluq gətirmək üçün hər otağı öz istiqamətini və rənginin enerjisini düzgün seçmək lazımdır. Feng Shui isə Çin mənşəli enerji elmidir. Evdə enerji axınını tənzimləyib, uğur, xoşbəxtlik və harmoniyanı artırmaq üçündür. Burada da hər otaq, obyekt və rəngin spesifik təsiri var. Evinizdə açıq sarı, bənövşəyi və pastel tonları enerjini yüksəldir, xoş bir atmosfer yaradır. Tünd mavi və qara rənglərdən qaçmaq məsləhətdir. Çünki bunlar gərginlik və disbalans yarada bilər. Zərif mebel, canlı rənglərdə sənət əsərləri və təbii materiallar evin enerjisini balanslı saxlayacaq. Tövsiyə olaraq isə sosial aktiv olmaq, dostlarla və ailə ilə vaxt keçirmək, yaradıcılıq fəaliyyətlərinə fokuslanmaq lazımdır. Özünü ifadə etməkdən çəkinməmək, amma diqqəti yayındıran və dağınıq vərdişlərdən uzaq durmaq gərəkdir. Evdə müsbət enerjini qorumaq üçün təmizliyi saxlamaq, gülərüzlü və optimist olmaq vacibdir. Mənfi təsirləri azaltmaq üçün isə evdə harmoniyanı qorumaq, planlı olmaq və sakit anlara yer ayırmaq faydalıdır. 3 sayılı ev yaradıcılığı və sosial əlaqələri təşviq edən enerjili bir mühit yaradır. Müsbət tərəfləri isə insanı inkişaf etdirir. Mənfi tərəflərinə diqqət yetirilsə, həm sosial, həm də şəxsi həyatda balans və harmoniya təmin olunur. Bu tip ruhani və praktiki numerologiya bilikləri sənin üçün faydalıdırsa, videonu bəyən, abunə ol və rəydə paylaş. Hansı ev nömrəsində yaşayırsan və bu enerji sənə necə təsir edir?